18 fevral 2026. Bürclər nə deyir? Kanala abunə olmağı unutmayın. Qoç bürcü. Bugün çox məşğul olacaqsınız. Bugün başınızı gicəlləndirə bilər. Daha yaxşı tarazlıq və təbiətinizə daha uyğun, daha ölçülüb biçilmiş bir həyat tərzi tapmaq üçün gündəlik iş rejiminizi yenidən tənzimləməlisiniz. Əhval-ruhiyyəsi. Bugün yenilənmiş bir enerji və böyük həvəs göstərirsiniz. Fəaliyyət sizin xeyrinizədir və həm sosial, həm də peşəkar sahələrdə çox məhsuldar olacaqsınız. Sevgi həyatı. Bugün ay sizə açıq və konstruktiv bir tənzimləmə təqdim edir. Romantik xoşbəxtliyiniz üçün bütün vacib kiçik məqamları həll edirsiniz. Bu sizdə özünüzə inam hissi yaratmalıdır. Duyğusal və sentimental məsələlərdə irəliləyiş əhəmiyyətlidir. Evli olanlar. Sevgini arxa plana keçirmirsiniz. Bugün romantik planlarınız əhəmiyyətli dərəcədə önəm qazanır. İddialı təbiətiniz möcüzələr yaradır kimi görünür. Tərəfdaşınız düşüncəlidir və təəccüblü şəkildə möcüzələr baş verir. Bu yeni vəziyyətdən məmnunsunuz. Subaylar. Bir görüş gözləndiyi üçün günə ümidverici başlayırsınız. Uzun müddət tək qalmayacaqsınız. Həqiqi gözləntilərinizi bilməyinizlə bağlıdır. Sonra ulduzlar etmək istədiyiniz şeyi seçmək üçün sizə seçim imkanı verir. Pul axını. Parlaqlığınız təəccübləndirməsin. Büdcənizin tarazlığı bunda böyük rol oynayır və sizə inam verir. Üstəlik, istedadlarınızın və şəxsiyyətinizin dəyəri tanınacaq. Maraqlarınızı müdafiə etməkdə şans sizin yanındadır. İş həyatı. Fəaliyyət sahəniz nə olursa olsun, tam gücünüzlə getmək istəyirsiniz və yüksələn sahibkar ruhunuz çox ehtimalla həmkarlarınızın rəğbətini qazanacaq. Səma bu tendensiyanı gücləndirir və cəsarət etmə vaxtıdır. İrəli atılın. Asudə vaxtı. Boş vaxtlarınızı çox uzun müddət tanıdığınız insanlarla keçirməkdən həzz alırsınız. Birlikdə çıxışlar planlaşdırmaq, xoşbəxt bir nahar fasiləsində görüşmək və ya evinizdə böyük bir şam yeməyi paylaşmaq üçün möhtəşəm bir təşkilatçıya çevrilirsiniz. Buğa bürcü. Ruh halınız şansı özünüzə cəlb edir. Yeni əlaqələr qurmaq vaxtıdır. Atmosferə qarşı daha həssas olacaqsınız. Ətrafınızdakı hay-küydən uzaq durun. Çünki daha çox sakitlik və istirahətə ehtiyacınız var. Əhval-ruhiyyəsi. Duyğularınızı ifadə etmək və hisslərinizi izah etmək yaxşı fikirdir. Amma bunu nəzakətlə, aqressiyasız və ittihamsız edin. Həmişə başqalarına cavab vermək və özlərini izah etmək imkanı tanıyın. Sevgi həyatı. Sevgi həyatınızda bir qədər çalxantı var. Hadisələr ətrafınızda cərəyan edir. Tempi izləməkdə biraz çətinlik çəkə bilərsiniz. Amma narahat olmayın, öyrəşəcəksiniz. Evli olanlar. Fikirləriniz heç olmasa indilik tərəfdaşınızın fikirləri ilə uyğun gəlmir. Ona görə də anlayış göstərməli olacaqsınız. Hər biriniz öz şərabınıza biraz su qatacaq və tezliklə bir uzlaşma tapacaqsınız. Subaylar. İstəməmək deyil, amma yeni görüşlərə vaxt ayırmağa vaxtınız çatmır. Qismət gətirir ki, əvvəllər rast gəldiyiniz biri ilə daha yaxından tanış olursunuz. Pul axışı. Maliyyə idarəçiliyinizə baxışınız tamamilə dəyişir. Yaxın zamanlarda qarşılaşdığınız maneələri daha asan başa düşməyə başlayırsınız ki, sonradan onları aşasınız. Təkanı qoruyun. Büdcə tarazlığını bərpa etmək üçün doğru yoldasınız. İş həyatı. Əgər iş axtarırsınızsa, iş axtarışı zamanı pis vərdişlərinizi dəyişməkdə çətinlik çəkirsiniz. Sizdən fərqli görünənlərdən ilham alın. Özünüzü təqdim etməyin yolları haqqında maraqlı şeylər öyrənə bilərsiniz. Asudə vaxtı. Güc və cəsarətlə çətinliklərin öhdəsindən gəlməyə həmişə hazırsınız. Sizi bir qədər adilikdən çıxaran və yeni istedadlar nümayiş etdirməyə imkan verən yeni çağırışlar aşkar etməyə də çalışırsınız. Əkizlər bürcü. Səbirli olmalı və tempinizi yavaşlatmalı. Vəziyyəti dəyərləndirib məqsədlərinizə doğru daha yaxşı yönəlməlisiniz. İştaha və qidalanma vərdişlərinizə qarşı da təbii olaraq daha məntiqli olacaqsınız. Bu, yaxşı mənada. Əhval-ruhiyyə.
Münaqişəli vəziyyətləri yumşaltmaq, həyatdan həzz almaq, gülmək və əylənmək istəyirsiniz. Bütün asudə vaxt fəaliyyətlərini, eləcə də yaradıcı və bədii istedadları təşviq edirsiniz. Özünüzü daha yaxşı hiss edir, daha da cazibədar olursunuz. Sevgi həyatı. Bir qapı təzəcə bağlandı, başqa bir qapı açılacaq. Sahib olduğunuz çoxsaylı əlaqələr arasında həm romantik, həm də şəxsi gözləntilərinizi yenidən müəyyən etməyə kömək edəcək fürsətləri axtarmalısınız. Evli olanlar. Əgər münasibətdəsinizsə, hər ikiniz romantik mübadilələrinizdə gülük məmnuniyyət əldə edəcəksiniz. Əgər itirmək istəmədiyiniz sabit bir münasibətiniz varsa, diqqətli olun, şübhəli tanışlıqlardan qaçın. Subaylar. Əgər subaysınızsa, biri ilə tanış ola bilərsiniz, amma sosial dairənizi məhdudlaşdırmalısınız. Səthi əlaqələr sizə heç nə qazandırmır və gözəl bir münasibət istəyirsinizsə, daha çox səy göstərməlisiniz. Pul axını. Maliyyə gələcəyinizə baxış tərzinizdə dəyişikliklər etməyi düşünmək vaxtıdır. Buna təşviq ediləcəksiniz. Üstəlik, kömək əli uzatmaqdan çəkinməyin, çünki bu, gələcək proyektləriniz üçün məhsuldar əlaqələr yaratmağa imkan verəcək. İş həyatı. Marsın təsirləri uğur şansınızı 2 qat artırır, lakin işə əlləşməli olacaqsınız. Davam edən proyektləriniz varsa, işlər sürətlənir. Ətrafınızdakılardan ilham alın, enerjilərinizi istiqamətləndirin. Asudə vaxtı. Gündəlik həyatınızı yenidən düşünmək, cəlbedici perspektivləri yenidən yerinə qoymağa kömək edir. Qəbul etdiyiniz müsbət münasibət sizə imkanlar dünyası aça bilər. Qısa müddətdə yeni münasibətlərin dəyişiklik gətirməyi ehtimalıdır. Xərçəng bürcü. Düşündüyünüzdən daha çox azadlığa sahib olduğunuzu sübut etmək fürsətiniz olacaq. Vərdişlərinizdən çıxın. Bugün enerjinizi sərf etmə tərzinizdə daha çox məntiq göstərirsiniz. Daha böyük tarazlığa qayıdış başlayır. Əhval-ruhiyyə. Sevdiklərinizə dəstək olmaq, potensial vərginlikləri azaltmaq, tərəfdaşınızla gözəl yoldaşlığı qorumaq və yeni bir xeyriyyə layihəsinə maraq göstərmək üçün əla bir gündür. Həqiqətən də başqalarına qarşı şəfqət və nəcib hisslərlə dolusunuz. Sevgi həyatı. Niyə istəklərinizin sizi rəhbərləndirməsinə icazə verərək özünüzü buraxmağa çalışmayasınız? İtirəcəyiniz az şey var. Varsa, üstünlük ulduzların sevgi həyatınızda yaratdığı müsbət nəticələrdən gəlir. Evli olanlar. Tərəfdaşınızı proyektlərinizə cəlb etmə imkanınız var. Təklifinizi onlara etməzdən və onların cavabını verməzdən əvvəl çox gözləməməli olacaqsınız. Bir cift olaraq yeni bir macəraya atılacaqsınız. Subaylar. Əziz subay, niyyətləriniz yaxşıdır. Yeni dostlar qazanırsınız. Münasibətlərinizin üzərində yenilənmə küləyi əsir. Mübadilələriniz ləzzətlidir, amma harmoniya içində olmaq üçün sizə bir şey çatışmır. Ətrafınıza bir nəzər salın. Pul axını. Günlərinizin necə qazanlı ola biləcəyini həqiqətən bilmirsiniz və ətrafınızdakılar bunun üçün necə etmək barədə sizə heç bir ipucu vermir. Amma bu sizi çox narahat etmir. İş həyatı. Səma sizin üçün ünsiyyətinizdə yenilənmə ilə vəhdətə təşkil edir. Yeni görüşlər və fikir mübadilələri mümkündür. Layihələriniz yavaş-yavaş forma və qapsarlığı qazanır. Sizə qalan bu fürsətlərə uyğunlaşmaqdır. Asudə vaxtı. Gün güclü başlanğıcı o qədər də üstün tutmur. Bu mümkün yavaşlamadan fikirlərinizi itiləmək, planlarınızı dəqiqləşdirmək və qarşıdakı strategiyalarınız üzərində işləmək üçün istifadə edin. Vaxtı keçmiş işləri də yerinə yetirmək imkanınız var. Şir bürcü. Ay hərəkətlərinizi doğru istiqamətə yönəldir. Cari işlərinizi bağlamağa qərarlısınız. Öhdəliklərinizə baxmayaraq, günün sonunda zehninizi boşaltmaq üçün rahatlaşdırıcı bir fəaliyyətlə məşğul olmaq müdriklik olardı. Əhval-ruhiyyəsi. Artan cazibəniz uğuru sizin üçün asanlaşdırır. İrəli getməyə cəsarət etdiyiniz müddətcə təşəbbüsləriniz dəstəklənəcək. Beləliklə, işləri hərəkətə keçirin və 4 ulduzunuzun yaxşı əhval-ruhiyyəsi ilə irəli atılın. Sevgi həyatı. Sevinclə qışqırmaq, tərəfdaşınızla birlikdə var olmaq və ən çox sevdiyiniz şeyi etmək üçün özünüzə vaxt ayırmaq istəyirsiniz. Misilsiz bir mükəmməllik vəziyyətinə çatırsınız. Evli olanlar. Bu gürlü gündə duonuz xeyir dua alır. Birləşmə hissi xüsusilə güclüdür və öz kiçik baramanınız içində okeanik, möcüzəvi və sonsuz hiss edirsiniz.
ən gözəl sevgi qayğısı ilə əhatə olunduğunuzu bilərək, qeyri-mümkünü nail olmaq üçün özünüzə imkan yaradırsınız. Subaylar, gözəl bir inam və qətiyyət nümayiş etdirərək birbaşa arzularınızın obyektinə doğru atılmağa cəsarət edirsiniz və hər şey sizin xeyrinizə olacaq. Sadəcə start xəttində mövqeyi tutmağınız belə sizi bir növ coş və heyranlığa qərq edəcək. Bu da romantik partnyorluğun ən yaxşısını cəlb edəcək. Nə istedaddır? Pul axını. Qərar verməkdə tərəddüdlü bir insandan seçimlərinizə güvənən və istiqamətlərinizdə möhkəm bir varlığa çevrilirsiniz. Şirəli nəticələr verəcəyi qəti olan maliyyə texnikalarını tətbiq edir və hətta ətrafınızdakıların da bundan faydalanmasını biləcəksiniz. İş həyatı. Təşəbbüsləriniz cəlb edicidir və gələcək yaradıcılığınızın təməlini atmaq üçün fürsətdən istifadə edirsiniz. Həmsöhbətlərinizi asanlıqla inandırır və sakitcə nüfuz baxımından gözəl uğurlar qazanırsınız. Mümkünsə, nəticələndirməyə ehtiyacınız var, çünki atmosfer dəyişmək üzrədir. Asudə vaxtı. Özünüzü ən yaxşı formada hiss edir və cazibə gücünüz artıb. Bu alovlu günün tam həzzindən almaqdan çəkinməyin. Bugün aylası nəşaxda qarşılaşdığınız kiçik amma müvəqqəti gündəlik narahatlıqları unutduracaq. Qız bürcü. İstirahət edirsiniz və ya tətilə çıxırsınız. Mümkünsə, səyahətə çıxmaq fürsətini əldən verməyin. Öz azadlığınızı üzərinizə götürməməli olduğunuz öhdəliklər tərəfindən məhdudlaşdırılmış hiss edirsiniz. İndi biraz daha çox özünüz haqqında düşünmək vaxtıdır. Əhval-ruhiyyəsi. Siz çaşqın görünürsünüz və insanlar sizdən şübhələnir. Tərəfdaşlarınız sizə şübhə ilə baxır və onların etibarını yenidən qazanmaq üçün niyyətlərinizi aydınlaşdırmaq məcburiyyətində qalırsınız. Bəzən düşüncələrinizi aşan və etibarınıza zərər verən sözlərinizə nəzarət edin. Sevgi həyatı. Bu, sentimental səviyyədə yaşamaq üçün mütləq rahat olmayan bir gündür. Dialoqu açıq və konstruktiv saxlamağa çalışırsınız. Amma nizamsız bir həyəcana, deyilməmiş məsələlərə, səhvlərə və hətta bəlkə də yalanlara məruz qalırsınız. Evli olanlar, öhdəsindən gələ bilmədiyiniz bir narahatlıq seli altında qalmış hiss edirsiniz. Atmosfer nizamsızdır və qarşı tərəf işinizi asanlaşdırmır. Haqlı olmağa çalışmayın və ürəyinizə biraz nizam gətirin. Subaylar, başqalarının hissləri ilə oynamayın, yoxsa başqalarının da sizinlə oynadığını başa düşdükdə bunun əvəzini ağır ödəyə bilərsiniz. Dürüstlük və etibar doyurucu bir münasibətin açar sözləridir. Buna görə daha ciddi olun. Pul axışı. Sevdiklərinizi kiçik jestlərlə sevindirməyi sevirsiniz və təsadüfən maliyyəniz hazırda istədiyinizi etməyə imkan verir. Heç bir büdcə narahatlığı planlarınıza mane olmur. Ürəyiniz nə istəyirsə, onu edin. İş həyatı. Bugünkü iqlim biraz qarışıqdır. Bu sizin üçün realizm və praktiklik keyfiyyətlərinizlə fərqlənmək üçün əla bir fürsətdir. Xüsusilə bu çətin dövrlərdə dəyərləndirilir. Həssas və ya kövrək insanları özünüzə cəlb edirsiniz. Asudə vaxtı. Dostlarınızı öz problemlərinizə cəlb etməyi istərdiniz, amma insanlar sizi biraz həddindən artıq coşqun tapırlar. Ən yaxşı dostlarınızı qorumaq və yaxşı anlaşmanı təşviq edən bir atmosferdə sevdiyiniz qrup oyunlarından həzz almaq üçün yumşalırsınız. Tərəzi bürcü. Təcili məsələləri həll etməyə tam sadiqsiniz. Səmərəliliyiniz bugün qorxuducu dərəcədə yüksəkdir. Bədəninizin diktə etdiyi ədalət çərçivəsində əhval-ruhiyyə və fiziki vəziyyət, fəaliyyət və istirahət, dinclik və hərəkət arasında tarazlıq qurmağa ehtiyacınız var. Əhval-ruhiyyəsi. Xeyirxahlığınız, diplomatiyanız və yaxşı yumorunuz fikirlərinizi çatdırmaq və ahəngli mübadilələr saxlamaq üçün əhəmiyyətli üstünlüklərdir. Müsbət münasibətiniz böyük məmnuniyyət qazanmağınıza imkan verəcək. Sevgi həyatı. Sizi daim ayıq saxlayan vacib müzakirələr və məsələlərlə məşğulsunuz. Özünüzü buraxmaq söhbəti belə ola bilməz. Oyunun kontrolunu əlində saxlamaq istəyirsinizsə, mümkün qədər duyğularınıza qapılmaqdan çəkinin. Pul axını.
Maliyyə sektorunuz üçün sərfəli münasibətlər asanlaşır. Son zamanlar qurduğunuz əlaqələri irəli aparmaq vaxtıdır. Müqavilə imzalama və uzunmüddətli razılaşmalar çox üstün tutulur. Bugün şans sizinlə yanadır. İş həyatı. Bugün sevdiyiniz işi görməkdə uğur qazanmaq üçün səmaya arxalanın. Çox şey əldə etmək, hər harədə parıldamaq, xal qazanmaq, rəhbərlikdə irəlilənək və ya müstəqil karyera dəyişikliyində uğur qazanmaq imkanınız var. Asudə vaxtı. İnkişafınızın müxtəlif mərhələlərini izləmək üçün şəraitə uyğunlaşmağınız bugün əhəmiyyətli bir üstünlükdür. Bu, marağınızı təmin etmək, məlum olmayan əraziləri kəşf etmək, ünsiyyət qurmaq vaxtıdır. Görüşləriniz və mübadilələriniz xəzinələr saxlayır. Əqrəb bürcü. Maddi həqiqətlərdən qaçmağa meyillisiniz. Həm istirahətə, həm də qaçışa ehtiyacınız var. İstirahətə əsasən əsəb səviyyəsində ehtiyacınız var. Xoşladığınız zövqlərə və asudə vaxt fəaliyyətlərinə qapılmaqdan çəkinməyin. Əhval-ruhiyyəsi. Hər kəs dərhal reaksiya vermir. Daha səbirli olmağa, təşəbbüsləri təşviq etməyə və günün sonunda məyus edici mübadilələrlə üzləşmək istəmirsinizsə, çətinliklərlə mübarizə aparmağa ehtiyacınız var. Sevgi həyatı. Hazırda səma müəyyən bir həsrəti artırır, amma eyni zamanda sizi ilham verməli və sizi intuisiyanıza, ürəyinizə və tərəfdaşınıza əlverişli şəkildə bağlamalıdır. Duyğularınızı sevdiklərinizlə tam məxfilik şəraitində paylaşmaq istəyirsiniz. Pul axışı. Gözəl bir layihə gerçəkləşmək üzrədir. Vəziyyətiniz inkişaf edir və yerinizdə qalmaqla çətinlik çəkirsiniz. Keçmişdəki bütün səylərin yaxşı bir məqsəd olduğunu başa düşürsünüz. Nəhayət, maddi cəhətdən hər şey daha yaxşıdır. İş həyatı. Ofisdə atmosfer ağırlaşırsa, sizə ancaq biraz uzaqlaşmağı məsləhət görə bilərik. Amma layihələriniz üzərində işləməyi bitirməyi üstünlük verirsinizsə, özünüzü azad etmək sizin üçün çətin olacaq. Bunu çox tez etməyi düşünün. Asudə vaxtı. Bəli, əylənmək və indiki andan həzz almaq prioritetə çevrilir. Özünüzü bu həzdən məhrum etməyin. Əylənmək və dostlarla yaxşı vaxt keçirmək üçün bir çox fürsət olacaq. Əsası da odur. Ox atan bürcü. Bugün həll olunmamış bir məsələni, bəlkə də uzun müddətdir davam edən bir dilemma yenidən gündəmə gətirə bilər. Uzun zamandır ruhunuzda yük olan ağır bir münasibətə aydınlıq gətirmək vaxtıdır. Əhval-ruhiyyəsi. Əlaqə həyatınız sürət və həcm qazanır. Gün özünüzü ifadə etmək, istədiyiniz kimi hərəkət etməkdə azad olmaq və başqaları üçün əlçatan olmaq baxımından yaxşı keçəcək. Mesajlarınızı çatdırmaq və dinlənilmək üçün bütün imkanlara sahibsiniz. Sevgi həyatı. Ulduzlar romantik həyatınıza müsbət təsir göstərməyə davam edir. Yeni başlanğıclara atılmazdan əvvəl həll etməli olduğunuz narahatlıqları həll edin. Sevdikləriniz sizi dəstəkləyir və bunu diqqət əlamətləri ilə göstərirlər. Evli olanlar. Cütlük tarazlıq tapır. Əgər pozuntular münasibətinizi təsir edibsə, sizin və tərəfdaşınızın etdiyi səhvləri nəzərə alaraq yenidən başlamaq şansınız var. Aranızdakı atmosfer mülayimdir. Sübaylar. Həqiqətən bəyəndiyiniz biri ilə intensiv anlar yaşaya bilərsiniz. Artıq gələcəyi sual edərək hər şeyi korlamayın. Planlar qurmadan vəziyyətin inkişafına icazə verin. Belə hərəkət etməklə məyus olmayacaqsınız. Pul axışı. Bugün sizi köklü şəkildə bağlayan maliyyə qərarları verməyin. Uzaqgörənliyiniz çatışmır. Götürdüyünüz öhdəlikləri diqqətlə düşünmədən danışmayın. Sözlərinizdə ölçülü olun və səmaların aydınlaşmasını gözləyin. İş həyatı. Başqaları qarşısında cəsarətli, effektiv və qətiyyətli olun. Sizi vacib vəzifələr gözləyir. Müdafiə edəcəyiniz fikirləriniz varsa, başqalarının fikirlərindən narahat olmayaraq bunu edin. İşləri görüş tərziniz və qabaqcadan görmə qabiliyyətiniz ardıllar qazanır. Asudə vaxtı.
İşdən, müxtəlif tələblərdən biraz əzilmiş vəziyyətdəsiniz, üstəlik ağlınız böyük metafiziki suallarla boğulur kimi görünür. Bəlkə də biraz sakitləşmək, tətilə çıxmaq və özünüzü kiçik yuxularla mükafatlandırmaq vaxtıdır. Oğlaq bürcü. Edilən suallar çox müsbətdir və sizi daha yaxşı bir istiqamət tapmağa təşviq edir. Sürət və tələskənlik arasında sərhəddi tapmalı olacaqsınız. Tələsməyin mənası yoxdur. Əhval-ruhiyyəsi. Siz artıq barışıq və mübadilə dünyasına yenidən daxil olmağa hazırsınız. Birdən-birə daha idealist olaraq sözlərinizi yumşaldan və konstruktiv olduğu qədər də təsəlli verən dialoqların qurulmasına və ya yenidən başlamasına imkan verən bir səmanın müsbət təsirindən faydalanırsınız. Sevgi həyatı. Bu mükafatlara, münasibətlərinizdə yaxşılaşmalara səbəb ola biləcək həlledici bir gündür. Tək ki, doğru qərarlar verəsiniz və onları həyata keçirmək üçün cəsarətiniz olsun. Axı bu, sizin öz xeyrinizədir. Evli olanlar. Münasibətiniz ağırlıq mərkəzinizi təşkil edir. Əgər sarsıntılar yaşanıbsa, bugün səhvləri nəzərə alaraq yenidən başlamaq şansınız var. Atmosfer mülayimləşir. Subaylar, siz məqsədə yönlü hərəkət edirsiniz. Yeni bir insanla intensiv anlar yaşaya bilərsiniz. Gələcəyi sual edərək hər şeyi korlamayın. Vəziyyətin inkişafına icazə verin. Pul axını. Səma sizi daxili dünyalarınızı kəşf etməyə dəvət edir və maliyyə baxımından sizə ilham verir. Həmçinin təşəbbüslərinizi təşviq edir. Planlar qurmağa, yeni və cəsarətli strategiyalar hazırlamağa dəvət olunursunuz. Uzun müddətə qurmaq vaxtıdır. İş həyatı. Zehniniz əhəmiyyətli dərəcədə sınana bilər. Tez reaksiya vermək üçün böyük qabiliyyətləriniz var, amma həddindən artıq tələblər qarşısında biraz əzilmiş hiss edə bilərsiniz. Çox müsbət cavab verirsiniz. Asudə vaxtı. Əhvalınız yaxşıdır və əylənmək istəyirsiniz. Amma boş vaxtınızı hər yerə çıxmaqla deyil, evinizdə ağırlamaqla keçirməyə üstünlük verirsiniz. Beləliklə, axşam saatlarında süfrənizdə çoxlu qonaq toplamaqdan zövq alırsınız. Dolça bürcü. Verdiyiniz qərarlar konkret forma alır. Bir cütlük münasibətini gücləndirir və ya övladlarınızla bağlı bir şeyi dəyişirsiniz. Ümumilikdə təsir edən qüvvələri ağıllı şəkildə tarazlaşdırırsınız. Əhval-ruhiyyəsi. Bugün həyat sevincini sizi yeni yolları kəşf etməyə təşviq edir. Gündəlik işlərinizi bir kənara qoymaq, çölə çıxmaq, həyəcanverici görüşlər etmək və böyük bir azadlıq hissi yaşamaq üçün imkanlarınız və həvəsiniz olacaq. Sevgi həyatı. Günün enerjiləri intuisiyaları üstün tutur. Daxili səsinizə qulaq asın. Gözəl bir həssaslıq əlaqələrinizə asan yaşanılacaq görüşlər və ya sizə qarşı xüsusilə xeyirxah insanlarla qarşılaşma fürsətləri gətirir. Havada uçuşan bu harmonik vibrasiyaları hiss edin. Evli olanlar. Günün iqlimi öz duyğusal ehtiyaclarınızın, həm də tərəfdaşınızın ehtiyaclarının daha çox dərk edilməsinə səbəb olur. Lazım gələrsə, böyük bir nəvaziş və qarşılıqlı hörmətlə yenidən tənzimləmə edilə bilər. Sakitləşdirici və təsəlliverici enerjilər. Sakinlik və anlayış. Subaylar. Tənha ürəkləri canlandırmaq üçün gözəl bir gün gəlir. Bugün ürək məsələlərində sizə hər şey icazəlidir. Görən kimi ürəyiniz döyünür. Onlara deyin. Biraz poetik və həmişə səmimi sözlərlə. Pul axını. Maliyyə məhdudiyyətləri heç bir səbəb olmadan ortaya çıxır. Ona görə də qızıl fürsətləri tutmaq üçün dərhal boşluğa atılın. Heç kim sizə bunu bağışlamayacaq. Əksinə, insanlar sizə qoşulmaq istəyir və nəhayət maraqlı qazanclar əldə edə biləcəksiniz. İş həyatı.
Peşəkar fəaliyyət axtarışında bu xoşunuza gələn gəlirli bir iş tapmaq üçün ideal gündür. Rastlaşdığınız hər kəsi cəlb edən bir inam və optimizm saçırsınız. Nə bahasına olursa olsun, evdə qapalı qalmaqdan çəkinməyin. Bu, itki olardı. Asudə vaxtı. Yolda qarşılanan əngəllər sizi biraz sarsıda bilər, amma təcrübə buna dəyər. Tam enerjilisiniz və uyğunlaşma qabiliyyətiniz sayəsində yolunuza düzülən tələlərə düşməkdən qaçınırsınız və sakit qalırsınız. Balıqlar bürcü. Palıd ağacı və qamış. Onları tanıyırsanmı? Tərəfini seçməli olacaqsın. Şübhələrin müqavimətinin bir hissəsidir. Qarınqululuq meylinə daha çox nəzarət edəcəksən. Maliyyə narahatlıqlarını qov. Əhval-ruhiyyəsi. Yaxşı əhvalını paylaşmaq, təsir bağışlamaq, populyarlıq qazanmaq və əlaqələri çoxaltmaq üçün bütün lazımi imkanlara sahibsən. Hər şey sənin xeyrinədir. Elə isə içindəki kiçik səsə güvən. Sevgi həyatı. Biraz sarsılmış olsan da, məstedici sevgilərlə enerji toplayır və romantik dalğaya minirsən. Burada və ya başqa yerdə sevmək və duyğusal həyatını inkişaf etdirmək üçün hər vasitə ilə vaxt tapırsan. Yaxşı yaşayırsan, yaxşı yoldaşlıqda. Evli olanlar. Hələ də xəyallarının qurbanısan, amma biraz xoş niyyətlə yaşadığın və ya ilham verdiyin həqiqi hissləri ayırd edəcəksən. Gün sədaqətə, vəfaya, məsuliyyətlərə əlverişlidir. Subaylar. Bugün səma sənə ehtiraclarını məhdudiyyətsiz yaşamağa imkan verir. Daha az xəyal qurursan, amma daha intensiv yaşayırsan. Duyğusal həyatında özünü daha aktiv, daha təşəbbüskar göstərirsən və bəlkə də sədaqət göstərmək istəyirsən. Pul axışı. Xüsusilə mürəkkəb maliyyə proyektlərini həyata keçirmək üçün sakinlik, xoşbəxtlik və mükəmməl rifah halındasan. Ortaqlarının və ya həmkarlarının fərqli fikirləri ilə qarşılaşsan belə, onlara intuisiyanın onların statistikasından daha dəqiq olduğunu qəbul etdirə biləcəksən. İş həyatı. Öz iradəni təsdiqləməkdə çətinlik çəkirsən. İmtina edəndə heç kim sənə təsir edə bilmir. Bununla bərabər, bir araya gətirilməsi çətin görünən bəzi ziddiyyətli vasitələri uzlaşdırmağa razılaşırsan. Asudə vaxtı. Təsəvvürün rifahı və rahatlıq susuzluğunda ifadə olunmağa can atır. Niyə sevdiyin ətirlərlə dolu rahatladıcı vanna hazırlamayasan? Özündən heç nəyi əsirgəmə. Tərəfdaşın sənin təklifinə qapılıb bu əyləncəli səyahətdə səninlə qoşula bilər.